Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün sizə tərs trigonometrik funksiyaların testlərini izah edəcəm. Birinci suala baxaq. Sinus, arc kosinus kökdə 3 bölü 2. Biz bilirik ki, kosinus kökdə 3 bölü 2-ni alır, pi bölü 6-da. Yazırıq sinus pi bölü 6. Sinus pi bölü 6-da da 2-də 1 alır. Cavab oldu D variantı. İkinci suala baxaq. Arctangens -1, tangens 1'i alır pi bölü 4'te, yəni 45 dərəcədə. Mənfi olanda qarşısına mənfi atırıq. Arcsinus kökdə 2 bölü 2, sinus kökdə 2 bölü 2 45'də alır, yəni pi bölü 4'te. Çıxaq arckosinus -2'də 1. Bu qaydada uşaqlar kosinusla kotangesin mənfisində pi'dən çıxırıq. Kosinus 2'də 1 ise yazırıq pi çıx. Kosinus 2'də 1 alır pi bölü 3'də. O da bərabərdir. Pi bölü 4'lər islah oldu. Qaldı mənfi 2 pi bölü 3. Cavab oldu Y variantı. Üçüncü suala baxaq. Arc kosinus mənfi kökdə 3 bölü 2. Dediyimiz kimi kosinusun mənfisində pi'dən çıxırıq. Kosinus kök 3 bölü 2'ni alır pi bölü 6'da. Plus sinus 2'də 1. Arc sinus 2'də 1 olur pi bölü 6. Sinus 2'də 1 30 dərəcədə alır da pi bölü 6'dır. Üstə gəlir arctangens mənfi kökdə 3. Biz dedik ki, arckosinusla arckotangesin mənfisində pi'dən çıxırıq. Amma arctangeslə arcsinusun mənfisi olduğu kimi qalır. Arctanges də kökdə 3'ü alır pi bölü 3'də. O da bərabərdir. Bu mötərizədə yazmağa ehtiyac yox idi. Bu pi bölü 6'lar islah oldu. Qaldı pi çıx pi bölü 3. Pi'dən də pi bölü 3 çıxanda qaldı 2 pi bölü 3. A variantı. Dördüncü sual. 2 vuraq arckosinus -1. Burada pi'dən çıxmırıq. Çünki elə arckosinus -1'i 180'də alır. 2 vur pi. Çıxaq 3'də 1 arckosinus kökdə 2 bölü 2. Onu alır pi bölü 4'də. Üstə gələk 2 arckosinus 0. Kosinus 0'ı alır pi bölü 2'də. Yəni 90'da. Bu da oldu 2 pi çıxaq pi bölü 12. Üstə gəl pi. 2 pi ilə pi'nin cəmi oldu 3 pi çıxaq pi bölü 12. Ortaq məxrəcə 12'ni götürsək olur 36 pi çıxaq pi. Cavab oldu 35 pi bölü 12. 35 pi bölü 12 B variantı. 5-ci suala baxaq. 2 vuraq arctangens plus arckotangens kök 3 bölü 5. Uşaqlar yadımızda saxlayırıq ki, arctangeslə arckotangesin qiymətləri eynidirsə və yaxud da arcsinusla arckosinusda qiymətlər eynidirsə bunların cavabı pi bölü 2 olur. Yəni bunu yazırıq 2 vur pi bölü 2. Bunlar da ixtisar getdi. Cavab qaldı pi. Y variantı. Sonra 6-cı sualda 10 kimidir. Arcsinusla arckosinus hər ikisi 3'də 1'dir. O da oldu 4 vuraq pi bölü 2. 4 ilə də 2 ixtisar getdi. Qaldı 2 pi. 7-ci suala baxaq. Arcsinus mənfi kökdə 3 bölü 2. Biz dedik sinusla tangensdə mənfi qalır. Arcsinusla arctangensdə. Sinus kökdə 3 bölü 2'ni alır pi bölü 3'də. Üstə gəlir arckosinus mənfi kökdə 2 bölü 2. Pi'dən çıxırıq. Kosinusun mənfisində pi bölü 4. Çünki 45'də alır. Üstə gəlir arctangens kökdə 3 bölü 3. Arctangens kök 3 bölü 3'ü də alır pi bölü 6'da. O da bərabərdir. Deməli biz neyik? Mənfi pi bölü 3'dən pi bölü 6 çıxanda elə mənfi pi bölü 6 qalır. Çünki bu 60 dərəcədə, bu da 30'da. 60'dan 30 çıxanda 60 qalır. Pi'dən də pi bölü 4 çıxanda oldu 4'də 3 pi bölü 4. Ortaq məxrəc 12'ni götürdük. Mənfi 2 pi üstə gəl 9 pi. O da oldu 12'də 7 pi. 12'də 7 pi A variantı. 8-ci suala baxaq. Arckosinus kökdə 3 bölü 2. Arckosinus kök 3 bölü 2'ni alır pi bölü 6'da. Çıxaq. Arcsinus mənfi 2'də 1. Bu olur mənfi 2'də 1. Yəni mənfi pi bölü 6. Üstə gələk. Arctangens mənfi kökdə 3. Tangensin mənfisi olduğu kimi qalır. Alır pi bölü 3'də. Minus arckotangens mənfi 1. Kotangesin mənfisində bir də kosinusun arckosinusun mənfisində pi'dən çıxırıq. Kotangesdə pi çıxaq pi bölü 4. Çünki 1'i pi bölü 4'də alır. O da oldu pi bölü 6. Üstə gələk pi bölü 6. Çıxaq pi bölü 3. Çıxaq bu da oldu 3 pi bölü 4. Pi bölü 6, pi bölü 6, 30, 30, 60. 60'dan da 60 çıxanda elə bunlar islah olur. Cavab qaldı mənfi 3 pi bölü 4. C variantı 8'də. 9-cu suala baxaq. Arcsinus mənfi 2'də 1. Sinusun mənfisini qarşıya ötürür. Mənfi pi bölü 6. Arckosinus mənfi 2'də 1. Kosinusun mənfisində pi'dən çıxırıq. Pi çıx pi bölü 4.
Arc tangens -1, tangens -ni qarşıya keçirilir. Olur pi bölü 4. Çünki tangens 45'də 1 alır. 1'i 45'də alır pi bölü 4'də da mənfini qarşıya atırıq. Yine arc tangens kökdə 3. Tangens kökdə 3'ü alır pi bölü 3'də. O da bərabərdir. Deməli, bu oldu mənfi pi bölü 6. Üstə gələk bunu hesablayanda oldu 4'də 3 pi. Çıxaq 4'də pi, çıxaq 3'də pi. 3'ə 4'ə 6'ya ortaq məxrəc 12'ni götürsək olur mənfi 2 pi. Üstə gəl 9 pi. Çıxaq 3 pi, çıxaq 4 pi. O da oldu, demək 9 pi'dən 5 pi çıxdıq 4 pi. 4 pi'dən 4 pi çıxanda 0. 0 bölü 12 cavab oldu elə 0 A variantı. 10-cu suala baxaq. Arc sinus 92 pi bölü 5. Bunu sadələşdirsək yaza bilərik 90 pi plus 2 pi bölü 5. O da bərabərdir. Arc sinus hədd və hədd bölsək qalır 18 pi üstə gələk 2 pi bölü 5. Biz bilirik ki cüt pilər 2 pi ilə əvəz olunur. Tək pilər pi ilə. 18 cüt ədəddirsə bunu silib yerinə 2 pi yaza bilərəm. Tək olsaydı pi yazardım. İndi 2 pi plus çevirmə düsturlarında 2 pi'də adlar qalır. Olur sinus 2 pi bölü 5. 2 pi plus birinci cürb olduğuna görə bu müsbətdir. Biz də deyirik ki, əgər arc sinus olarsa, baxın, arc sinus x olsun və yaxud da ki, arc kosinus x olsun və yaxud da arc tangens x olsun, arc kotangens x olsun, fərqi yoxdur. Əgər eynidirsə, bunlar gedib cavab elə bucağın özü qalır. Yəni x qalır, bunlar da cavab. Bu da sinus olduğuna görə gedir, bunlar qalır 2 pi bölü 5. 2 pi bölü 5 C variantı. 11-ci suala baxaq. Arc kosinus 36 pi bölü 9. 37'ni yaza bilərik. 36 pi üstə gəl pi bölü 9. O da bərabərdir. Arc kosinus 36 pi 9'a böləndə qalır 4 pi üstə gəl pi bölü 9. 4 pi cüt ədədi olduğuna görə biz dedik ki cüt pilər 2 pi ilə əvəz olunur. Bunu 2 pi yazıram. 2 pi plus birinci cürüb və adlar da dəyişmir. Yəni elə bu arc kosinus pi bölü 9 olur. Biz də dedik eyni olanda gedir, qalır cavab pi bölü 9 D variantı. 12-ci suala baxaq. Kosinus deməli arc sinus x. Qalsın kosinus. Arc sinus kökdə 3 bölü 2'də 2'ni deməli alır pi bölü 3'də. Kosinus pi bölü 3. Üstə gələk kosinus. Arc kosinus mənfi 2'də 1 olanda deməli kosinusun mənfisi pi'dən çıxırıq. Pi çıxaq. Kosinus 2'də 1 alır pi bölü 3'də. O da plus pi bölü 3. Bərabərdir. Bunlar pi bölü 3'lər islah oldu. Qaldı kosinus pi bölü 3. Kosinus pi bölü 3'də alır 2'də 1. Üstə gələk kosinus pi. Kosinus pi'də də alır mənfi 1. 2'də 1 üstə mənfi 1 gələndə oldu mənfi 2'də 1 Y variantı. 13-cü suala baxaq. Sinus arc kosinus x. Bunu yazırıq sinus. Arc kosinus kökdə 3 bölü 2'ni alır pi bölü 6'da. Çıxaq. Kosinus. Arc kosinus mənfi 2'də 1. Yenə pi çıx pi bölü 3 yazıram. Mənfidir deyə. Plus pi bölü 3. Pi bölü 3'lər islah oldu. Qaldı sinus pi bölü 6, yəni 2'də 1. 2'də 1'dən də sinus pi, deməli sinus pi'də alır kosinus pi'də alır mənfi 1. O da olur 2'də 1 üstə gəl 1. Cavab oldu 1 tam 2'də 1 C variantı. 14-cü suala baxaq. Y bərabərdir sinus arc kotangens x funksiyasının qiymətlər çoxluğunu tapın. Biz bilirik ki arc kotangens x'in qiymətlər çoxluğu 0 pi parçasındadır. Biz buradan arc kotangens x'ə 1 t desək, y bərabərdir sinus t olur. 0 pi parçasını biz vahid çevrə üzərində göstərsək, baxın 0 buradadır. Sinus 0'da 0 alır. Burada da pi'dir. Pi. Sinus pi'də də 0 alır. Deməli, sinusun 0 olduğu qiymətlər 0 və pi'dir. Və 0 və pi daxil olmadığına görə sinus 0 ola bilməz. Sinus 0'ı almır. İndi baxaq.
Burada bu çevrə üzərində maksimum bir nöqtəsi də var. Niyə? Çünki bura pi bölü 2'dir. Biz bunu bilirik. Sinus pi bölü 2 də 0 pi parçasına daxildir. Deməli sinusun maksimum qiyməti burada 1 olar. Çünki pi bölü 2 bu aralıqda var. Ona görə cavab oldu 0-dan 1-ə. 15-ci sualda oxşar sualdır. Y bərabərdir sinus. İndi verib bizə arc cosinus x. Arc cosinus x funksiyasının qiymətləri çoxluğu. Bu da 0 bir pidir, amma 0 da daxildir pidə. Onda biz bunu vahid çevrə üzərində göstərsək, baxarıq ki 0 bir də pi. Sinus 0'ı 0'da alır və pidə alır. Bunun minimum qiymətləri var. 0 daxildir. Maksimum 0 pi aralığında. Sinus maksimum yenə 1 ala bilər. Çünki o da pi bölü 2'də alır. Pi bölü 2 də 0 ilə 1'in arasında var. Cavab oldu 0-dan 1'ə. Hər ikisi daxildir. A variantı. 16-cı suala baxaq. Sinus 3 pi bölü 2 plus arc cosinus 3'də 2 və cosinus pi bölü 2 çıxaq arc sinus 7'də 3 ifadəsinin qiymətini tapın. Baxın uşaqlar, mən bu ifadəyə bir alfa kimi baxsam, buna da bir beta kimi baxsam, olur nə? Sinus 3 pi bölü 2 plus alfa. Biz də bilirik ki, 3 pi bölü 2'də adlar dəyişir çevirmə düsturunda. Sinus olur cosinus alfa. Alfa da bizdə nədir? Arc cosinus 3'də 2. Deməli 3 pi bölü 2'də ad dəyişdi. 3 pi bölü 2 üstə gələk 4-cü rüb. Sinus da 4-cü rübdə mənfidir. Sonra baxırıq. Arc cosinus pi bölü 2. Pi bölü 2'də adlar dəyişir. Pi bölü 2 çıxaq 1-ci rüb. İşarə müsbət qalır. Olur cosinus yox. Adını dəyişdi, oldu sinus. Üstə gələk sinus. Arc sinus 7'də 3. Biz də bilirik ki cosinus eyni olanda cavab qaldı mənfi 3'də 2. Bunlar getdi. Sinus arc sinus olanda da qaldı cavab 7'də 3. 7 ilə 3 ortaq məxrəc 21. Mənfi 14 üstə gəl 9. O da oldu 21'də mənfi 5. B variantı. 17-ci suala baxaq. Deməli cosinus arc tangens mənfi 2 verir. Tangens tək funksiyada olur. Mənfi arc tangens 2. Cosinus da cüt funksiya deyə mənfinin udur olur. Cosinus arc tangens 2. Biz buradan arc tangens 2'ye bir alfa desək, olur arc tangens 2 bərabərdir alfaya. Onda biz deyə bilərik ki, tangens alfa 2'ye bərabərdir. Tangens alfa 2'dir. Biz tangensi düzbucaqlı üçbucaqda göstərsək, alfa nəyə bərabərdir? Tangensin qaydası qarşı katetin bitişik katetin nisbətidir 2'nin 1'ə. Onda hipotenuz olur. Bunların kvadratları cəmi 5k. Biz alfa arc tangens 2 alfa demişdiksə, deməli misaldan biz cosinus alfanı tapmalıyıq. Cosinus alfanın qaydası da bitişik katetin hipotenuza nisbətidir. Kalar getdi, qaldı 1 böl kökdə 5. 18-ci suala baxaq. Y bərabərdir 2 plus 10 böl pi. Vuraq sinus, arc sinus 4x minus 1 funksiyasının qiymətlər çoxluğunu tapın. Biz bilirik ki, arc sinus 4x minus 1'in qiymətlər çoxluğu, buradan yazım dəqiqə. Arc sinus 4x minus 1'in qiymətlər çoxluğu mənfi pi bölü 2'dən pi bölü 2'yədir. Biz indi funksiyada gətirib yerine mənfi pi bölü 2 yazsaq, bu olur B2 çıxaq 5. Çünki ixtisar gedir. Buna bu ixtisar gedir. Qalır mənfi 3. Yox, müsbət pi bölü 2 yazsaq olur. 2 üstə gəl 10 böl pi. Vuraq pi böl 2. Bunlar da ixtisar getdi. 2 üstə gəl 5. Cavab oldu 7. Mənfi 3'dən 7'yə D variantı 18. 19-cu suala baxaq. Yenə arc cosinus verib bizə. Pi böl 8 arc cosinus 2x plus 7 funksiyasının qiymətləri çoxluğunu tapın. Arc cosinusun qiymətlər çoxluğu, arc cosinusun qiymətlər çoxluğu 0, deməli 0 pi aralığına daxildir. İndi biz bir dəfə 8 böl pi'ni 0'a vursaq olur, çıxaq 5 olur mənfi 5. Y bərabərdir 8 böl pi'ni pi'yə vurub 5 çıxsaq olur 8 çıx 5 3. Cavab oldu mənfi 5'dən 3'ə A variantı 19. 20-ci suala baxaq. Baxın, burada deyir ki
Arc sinus A üstəgəl arc kosinus A üstəgəl arc tangens A ifadəsinin ən kiçik qiymətini tapın. Biz bilirik ki, arc sinusla arc kosinusun qiymətləri eyni olanda, yəni dərəcələri arc sinus A ilə arc kosinus A eyni olanda bu pi bölü 2-yə bərabərdir. Amma burada baxmalıyıq ki, A daxil olmalıdır mənfi 1 parçasına. Çünki bunların mənfi 1 parçasından başqa qiymətlər almır. İndi baxaq. Deyir, ifadəsinin ən kiçik qiymətini tapın. Arc sinus A ilə arc kosinus A-nın yerinə yazıq pi bölü 2. Pi bölü 2. Plus arc tangens A var. Arc tangens A var. A-nın da qiyməti mənfi 1-dən 1-ə kimidir. Və bizdən bu ifadənin ən kiçik qiymətini soruşur. Arc tangens A mənfi 1-dən 1-ə kimi elə mənfi 1 alar. Onlar nə? Arc tangens mənfi 1. Bu da oldu pi bölü 2 çıxaq pi bölü 4. Oradan da alındı cavab pi bölü 4 A variantı. 21-ci suala baxaq. Deməli, arc tangens x bərabərdir. Arc kosinus 5-də 4. Burada 5-də 4-ə bir alfa kimi baxsaq, bizdən bərabərlikdən x-i soruşur. Yaza bilərik. Arc kosinus 5-də 4 bərabərdir alfaya. Buradan deyə bilərəm ki, kosinus alfa bərabərdir 5-də 4-ə. Kosinus alfa 5-də 4 imiş ki, onun tərsi arc kosinus 5-də 4 alfa olub. Düz bucaqlı üst bucaq çəkirəm. Buradan alfa bucağını tapacağım. Kosinus alfa nəyə bərabərdir? Bitişik katetin hipotenuza nisbəti. Onda bura olur 3. İndi baxın uşaqlar, bizə tangens x lazımdır. Arc tangens x bərabərdir alfaya. Buradan da bərabərdir alfaya. Mən x-i tapsam, yaza bilərəm ki, tangens alfa. X bərabərdir tangens alfa. Tangens alfanın da qaydası bitişik katetin qarşı katetin bitişik katetə nisbətidir. 3-ün 4-ə. Doğru cavab oldu B variantı. 22-ci suala baxaq. 2 vuraq tangens arc kosinus kökdə 2 bölü 2. Tangens kökdə arc kosinus kök 2 bölü 2-ni alır pi bölü 4-də. Plus kosinus 2 vuraq arc tangens 1. Tangens də 1 alır 45-də pi bölü 4-də. Bu da oldu 2 vuraq tangens aldı 1. Üstə gələk, bununla bu ixtisar getdi, oldu kosinus pi bölü 2. Kosinus da 90-da 0-a bərabərdir. 2 üstə gəl 0, cavab oldu 2. 23-cü suala baxaq. 3 bölü pi vuraq. Arc kosinus mənfi kökdə 3 bölü 2. Kosinus alır 30 dərəcədə. Pi çıxaq pi bölü 6. Plus arc sinus kökdə 3 bölü 2-ni alır pi bölü 3-də. Üstə gələk, arc tangens 1 bölü kökdə 3, yəni kökdə 3 bölü 3-ü alır pi bölü 6-da. Bu pi bölü 6'lar islah oldu. Qaldı 3 bölü pi. Vuraq 3'də 4 pi. Pilər də getdi, 3'lər də getdi. Cavab oldu 4. 24-cü suala baxaq. 6 bölü pi. Vuraq. Arc kosinus mənfi 2-də 1. Kosinus mənfi 2-də 1 alır. Pi çıx pi bölü 3'də. Sonra arc sinus 2-də 1 olur pi bölü 6. Arc kotangens 1 bölü kökdə 3'ü alır. Pi bölü 3'də. Pi bölü 3'lər islah oldu. Qaldı 6 bölü pi. Bu da pi üstə gəl 6-da pi. Ortaq məxrəcə 6-nı götürdük. O da oldu 7 pi. Pilər getdi, 6'lar getdi. Cavab qaldı 24-də 7. 25-ci suala baxaq. Baxın uşaqlar, deyirəm ki, tangens arc tangens x. Bu tangenslər eynidir, getdi, cavab x qaldı. Amma x burada hansı qiymətlər olmalıdır? Tangeslə kotanges istənilən qiymət alır deyə mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Kotanges də eynidir. Kotanges arc kotanges x olsaydı necə? Yenə kotangeslər gedib x qala bilərdi. Niyə? Çünki tangeslə kotanges mənfi sonsuzluqdan müsbət sonsuzluğa istənilən qiymət ala bilər. Yox, əgər sinus arc sinus olsaydı və yaxud da ki kosinus arc kosinus olsa, biz mütləq qiymətlərə fikir veririk. Bunlar bəli gedir, amma qiymətlər hansı aralıqda olanda? Mənfi 1-dən 1-ə kimi. Çünki sinusla kosinusla maksimum ala biləcəyi qiymətlər ən kiçik qiyməti mənfi 1, ən böyük qiyməti müsbət 1-dir. İndi burada baxıram 25-ci sualda. 25. Deməli,
Baxın uşaqlar, burada 25-də tangens ilə tangens gedə bilər. Çünki mənfi sonsluq, müsbət sonsluq aralığında da 31 olur. 31 üstə gəl. O birisində arc sinus, sinuslar da gedə bilər. Çünki 0-10 ilə mənfi 1 aralığındadır. Və arc kotangens 29. Bu da mənfi sonsuzdan müsbət sonsuzluğa daxildir. Bu da oldu 29. Bunu da toplayanda oldu 60 tam onda 2. 25'te. Sonra 26 da onun kimidir. Kotangesdən arc kotanges. Kotanges mənfi sonsuzluq, müsbət sonsuzluq olduğuna görə elə buradan 42 olur. Üstə gələk kosinüs 0,4 mənfi 1 aralığına daxildir. Bu da gedir olur 0,4. Tangens arc tangens mənfi sonsuzluq, müsbət sonsuzluq olduğuna görə elə bunlar da gedib 28 qalır. Bu da oldu 70,4. 27-ci suala baxaq. F(x) bərabərdir 3 arc sinus x çıxaq 3 bölü 2 üstə gələk 4 vuraq arc tangens kökdə 3 x çıxaq 3. Biz dedik ki sinus mənfi 1 aralığında qiymətlər alır. Mənfi 1 kiçik bərabərdir x minus 3 bölü 2 o da böyük bərabərdir 1-dir. Hamısını 2'ye vursaq olur. Mənfi 2 kiçik bərabərdir x çıxaq 3 o da kiçik bərabərdir 2-dən. 3'ü hər bir tərəfə əlavə etsək, mənfi 2 üstə gəl 3 kiçik bərabərdir, x kiçik bərabərdir 2 üstə gəl 3, o da 1 kiçik bərabərdir, x kiçik bərabərdir 5. Deməli, burada x-in qiymətləri 1-dən 5'ə kimi olmalıdır. Biz bilirik ki, tangens mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi istənilən qiymət ala bilər. Lakin burada kök olduğuna görə biz kök altı ifadəni böyük bərabərdir 0 götürürük. Yəni, x-in qiymətləri 3-dən böyük olmalıdır. Deməli, bu 1-dən 5'ə, bu da 3-dən böyük. Deməli, bunların kəşfə nöqtəsi, baxın, bu olsun 1-dən 5'ə, 1-dən 5'ə. Bu da 3-dən 5'ə, 3-dən müsbət sonsuzluğa. Deməli, bunların kəsişmə nöqtəsi oldu 3-dən 5'ə. Bizə də burada deyir ki, bunların təyin oblasti AB aralığında olarsa, yəni 3-dən 5 olarsa A vur B hasilini tapın. A vur B elə 3 vur 5'dir. 3'ü 5'ə vurdum oldu 15. 28-ci suala baxaq. Deməli, kotangens mötərizədə 2'də 1 arc sinus 15'dir. 13'də 5 üstə gəl 2'də 1 arc sinus 13'də 2 ifadəsinin qiymətini tapın. Yəni buradan kotangens yazaq. Kotangens 2'də 1 ortaq vuruq çıxarsaq qalır arc sinus 13'də 5 plus arc sinus 13'də 2. 13'də 12. Ben buradan arc sinus x'e bir alfa desəm, olur nə? Arc sinus 13'də 5 bərabərdir alfa. Bunun deməli, onda olur sinus alfa bərabərdir 13'də 5'ə. Sinus alfa 13'də 5'dirsə, düzbucaqlı üçbucaqda, baxın, yazırıq alfa. Düzbucaqlı üçbucaqlı sinusun qaydası nədir? Sinus qarşı katetin hipotenuza nisbətidir. Digər bitişik katet olur. Pifagora görə 12K. İndi biz buradan kosinusu tapsaq, yaza bilərik. Kosinus alfa nəyə bərabərdir? Kosinus alfa bitişik katetin hipotenuza nisbətidir. 12K'nın 13K'ya nisbətidir. K'lar da getdi, oldu 13'də 12. Mən alfanı tapsam buradan. Alfa olar nə? Arc kosinus 13'də 12. Arc kosinus 13'də 12 alfanın qiymətidir. Alfa da nəyin qiymətidir? Arc sinus 13'də 5'in. Deməli, baxın, buradan yaza bilərik ki, kotangens 2'də 1 vuraq mötərizədə alfanın yerinə yaza bilərəm. Arc kosinus 13'də 12. Üstə gələk, o da oldu arc sinus 13'də 12. Biz əvvəlki tapşırıqlarda demişdik ki, arc sinusla arc kosinusun qiyməti eyni olarsa, pi bölmə 2'ye bərabərdir. Bunların cəmi, o da oldu kotangens. Kotangens 2'də 1 vur pi böl 2. Buradan da alındı. Kotangens pi böl 4. Kotangens de pi bölmə 4'də 1'ə bərabərdir. Cavab oldu 1. 29-cu suala baxaq. Y bərabərdir sinus x, arc kosinus x, bir də arc tangens x üçün uyğunluğu müəyyən edin. Biz bilirik ki, sinus x-in qiymətlər çoxluğu mənfi 1,1'dir. 1'ə S. Arc kosinus x-in təyin oblasti mənfi 1,1'dir. Qiymətlər çoxluğu 0 pi'dir. Ona görə 2'yə AD uyğundur.
Üçüncü arctangens x-in qiymətlər çoxluğu B-dir. Deməli A, C, B, A, C, B, D, Y heç birinə uyğun deyil. Sonra baxaq 30-cu suala. 30-cu suala baxaq. Deməli, uyğunluğu müəyyən edir. Yəni, arcosinusun qiymətlər çoxluğu -1, 1-dir. 1-ə B. Arcsinusun təyin oblastı -1, 1-dir. Y. Sonra arckotangensin qiymətlər çoxluğu 0, pi-dir. D. Sonra qaldı nə? Bir də burada arcsinusun qiymətlər çoxluğu -pi/2, pi/2-dir. A. 31-ci suala baxaq. Deməli, burada deyir tək funksiya, cüt funksiya və nə tək, nə cüt funksiya. Biz bilirik ki, kosinus x cüt funksiyadır, 2-yə A. Bunlar qaydadır hamısı. Arcsinus x tək funksiyadır, 1-ə B. Arctangens x də tək funksiyadır, 2-yə C. Sonra gəlir arccosinus x nə tək, nə cüt funksiyadır, D. Bir də qaldı burada Y. Y bərabərdir x vuraq kotangens x. Biz bilirik ki, f mənfi x mənfi fx-dir. Düzdür, tək funksiyada. Biz bu yerinə mənfi yazsaq, cüt funksiyada f mənfi x müsbət fx-dir. İndi y bərabərdir mənfi x vuraq kotangens mənfi x yazsaq, bu olur x vuraq kotangens x. Çünki bu mənfi qalır, kotangeslə mənfinin qarşıya keçirdəndə mənfilər bir-birini müsbət edir, olur x kotangens x. Deməli, bu olduğu kimi qaldı, olduğu cüt funksiya. Bura Y variantı da uyğundur. 32-ci suala baxaq. Deməli, tək funksiya, burada baxaq. Birinci sinus tək funksiyadır A. Arckotangens x funksiyası nə təkdir, nə cüt. Arctangens funksiyası tək funksiyadır. Kotangens kvadratı cüt funksiyadır. Bir dənə qaldı burada Y. Biz də bilirik ki, f mənfi x mənfi fx olarsa təkdir. F mənfi x müsbət fx olarsa cütdür. Gəlin yoxlayaq. Y bərabərdir. Tangens mənfi x vuraq sinus mənfi x. Hər ikisi tək funksiyadır, mənfini qarşıya keçirdir. Bu mənfini də mənfiyə vuranda olur müsbət. Cavab olur tangens x vuraq sinus x. Ona görə bu da cüt funksiyadır, Y uyğundur. 1-ə AC, 2-yə DY, 3-ə B. 33-cü suala baxaq. Y bərabərdir birincidə pi plus arc sinus x. Arc sinus x-in təyin oblastı məlum məsələdir ki, -1, 1 aralığındadır. Əgər biz burada qiymətlər çoxluğunu yazsaydıq, arc sinus x-in -pi/2-dən pi/2 yazmış olardıq. Lakin bizim misalda pi plus arc sinus x-dir. Ona görə bu ifadənin üzərinə pi gəlirik. Birinci yazırıq y bərabərdir pi plus -pi/2. Bu oldu pi/2. Bir dəfə də pi yazsaq olur pi plus pi/2. O da oldu 3pi/2. Deməli, pi plus arc sinus x funksiyasının qiymətlər çoxluğu oldu. Deməli, pi/2-dən 3pi/2-yə. Birincinə deməli uyğun oldu D, bir də B. Sonra ikinciyə baxaq. İkincidə deyir ki, y bərabərdir arc kosinus kök altında x funksiyası. Baxın, arc kosinus x funksiyasının təyin oblastı -1-dən 1-ə kimidir. -1, 1. Lakin burada x-i kök altında verdiyinə görə biz bilirik ki, kökün altı mənfi olmaz. Ona görə arc kosinusun təyin oblastını 0,1 parçasına götürürük. Buna da uyğundur Y variantı. Qiymətlər çoxluğunu yazsaq uşaqlar. Qiymətlər çoxluğu təyin oblastına görə müəyyən olunur. Biz yerinə 0 yazsaq olur arc kosinus 0. Kosinus 0'ı alır 90'da. 1 yazsaq y bərabərdir. Arc kosinus 1. Arc kosinus da 1'i alır 0'da. Deməli bu ifadənin qiymətlər çoxluğu 0pi/2 parçasındadır. Buna da uyğundur C. Qaldı üçüncü. Y bərabərdir kök altında arc tangens x funksiyası. Biz bilirik ki, tangens x-in təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. Bunun təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. Lakin x burada mənfi qiymətləri almaz. Çünki arc tangens x funksiyası tək funksiyadır. X-a mənfi qiymət qoysaq kökün altı mənfi olar. Ona görə də bunun təyin oblastı 0'dan müsbət sonsuzluq olur. Ona da uyğundur A variantı. 33 sonuncu sualdır. Bugünlük bu qədər. Sağ olun, salamat qalın.